Üçüncü hissə, iradə intizamı. Sentyabr, mətanət və dözüm. 1 sentyabr, güclü ruha malik olmaq şanslı olmaqdan yaxşıdır. Ruhun güclüdürsə, taleydən uğur, bəxt istəməyinə ehtiyac yoxdur. Onun sayəsində bütün işlərini yoluna qoya bilərsən. Bədbəxt və ya xoşbəxt olmağın da ondan asılıdır. Seneca, əxlaqi məktublar. Gənc Katonun gözəl libaslar geyinmək üçün kifayət qədər pulu vardı. Amma o Romada ayaqyalın gəzirdi və ətrafındakıların onun haqqında nə düşündüyünə əhəmiyyət vermirdi. İstəsəydi gündə 5 dəfə şahanə süfrə aça, ortaya hər çeşid naz-neməti saça bilərdi. Amma o sadəliyə üstünlük verir, adi yeməklər yeyirdi. Yağış yağanda da, hava isti olanda da başı açıq gəzirdi. Niyə Kato rahat həyatdan, cah-cəlaldan imtina edirdi? Çünki o ruhunu güclü və dözümlü olmağa alışdırırdı. Etinasız, daha doğrusu soyuqqanlı bir insan olmağa çalışırdı. Nə olursa olsun deməyi öyrənməli idi. Bu, orduda, forumda, senatda onun işinə yarayacaq, yaxşı ata, mətanətli dövlət xadimi olmasına vəsilə olacaqdı. Kato istənilən şəraitdə başını saxlamağı bacarardı. Çünki hazırlıqlı idi. Hazırlıqlı olmaq güclü olmaq deməkdir. 2 sentyabr, filosofun məktəbi müalicəxanadır. Ey insanlar! Filosofun məktəbi müalicəxanadır. Bura zövq almaq üçün yox, sağalmaq üçün gəlmisiniz. Sağalmaq ağrılı prosesdir. Bura gələndə sağlam deyildiniz. Epiktet, söhbətlər. Nə vaxtsa hansısa fizioterapiya və reabilitasiya mərkəzində olmusunuz? Olmamısınızsa yəqin elə bilirsiniz ki, orada masajçılar öz işlərini görəndə pasiyentlər sadəcə uzanıb ləzzət alırlar. Çünki televizorda bizə bunu göstəriblər. Əslində belə deyil. Müalicə ağrılı prosesdir. Təcrübəli mütəxəssislər xəstənin zəif nöqtələrini tapır, ovuşduraraq, təzyiq edərək həmin əzaları gücləndirməyə çalışırlar. Stoisizm fəlsəfəsi müalicəvi masaja bənzəyir. Ruhunun zəif nöqtələrini görürsən, ağrı hiss edirsən və zaman keçdikcə güclənib iradəli, mətin bir insana çevrilirsən. 3 sentyabr, əvvəlcə gərgin qış məşğələsi. Gərgin qış məşğələsi olduqca əhəmiyyətlidir. Hazır deyiliksə tələsməməliyik. Epiktet, söhbətlər. Keçmişdə ordular qış aylarında buraxılırdı. Müharibə bizim bugün düşündüyümüz kimi davamlı döyüş əməliyyatlarından ibarət değildi. Tez-tez yüngülvari basqınlar, arada bir həlledici döyüşlər baş verirdi. Epiktet gərgin qış məşğələsinin əhəmiyyətindən danışır. Yarımçıq xidməti qəbul etdiyini bildirirdi. İnsan zəfər üçün ömrünün hər saniyəsindən və əlindəki istənilən vəsaitdən istifadə etməli, hazırlığın, məşğələnin əhəmiyyətini başa düşməlidir. Məşhur basketbolçu LeBron James yay aylarında istirahət etmir. Bu vaxt ərzində özünü daha da inkişaf etdirməyə çalışır. ABŞ ordusunun əskərləri gecə-gündüz nə vaxtsa baş verə biləcək müharibəyə hazırlaşırlar. Biz həyatı yarımçıq yaşaya bilmərik. Həyatın istirahət günləri yoxdur. Həmişə hazır olmalı, fələk üzümüzə şillə çəkəndə səndələyib yıxılmamalıyıq. 4 sentyabr, Polad necə bərkiyir? Məncə sən bədbəxtsən, çünki başına heç vaxt pis hadisə gəlməyib. Rəqibin də yoxdur. Heç kim sənin nəyə qadir olduğunu bilmir. Heç özün də bilmirsən. Seneca ilahi qüvvə haqqında. Bərkə boşa düşmüş insanlar qazandıqları təcrübələri şərəf medalı kimi sinələrində gəzdirirlər. Keçmişdə nə qədər əziyyət çəksələr də, hazırda daha yaxşı yaşasalar da, həmin günləri yada salıb deyirlər. O günlər necə də gözəl idi. Ac olmağın, əziyyət çəkməyin öz ləzzəti var. Həmin günlərə dair heç nəyi dəyişdirmək istəmərəm. Axı həmin çətinliklər onları gücləndirib, indi olduqları səviyyəyə çatdırıb. Talihsizliyin, yaşadığımız çətinliklərin bir çox faydaları var. Onların sayəsində biz nəyə qadir olduğumuzu anlayırıq. Daxili gücümüzün fərqinə varırıq, güclənirik. Bilirik ki, gələcəkdə başımıza yenə belə bir hadisə gəlsə təntiməyəcəyik. Nietzsche deyirdi, bir şey məni öldürmürsə, deməli gücləndirir. Onda başımıza pis bir hadisə gələndə, işlər istədiyimiz kimi getməyəndə, baş gözümüzə döyməyin nə mənası var? Bəlkə də bunlar bir müddət sonra xatırlayanda bizə ləzzət verəcək xatirələr, təcrübələrdir. 5 sentyabr, yalnız sənə aid olana fokuslan. Unutma ki, təbiət etibarilə kölə olanın azad olduğunu, sənə aid olmayanın sənə aid olduğunu düşünsən, ömrünün axırına kimi tanrıları və digər insanları günahlandıracaq
pərişanlıqdan qurtula bilməyəcəksən. Lakin yalnız sənə aid olana baxıb sənə aid olmayana göz dikməsən, heç kim səni nəyəsə məcbur edə, əngəlləyə bilməyəcək. Heç kimi günahlandırmayacaqsan, nəfsinə yenilməyəcəksən. Düşmənin olmayacaq, heç kim sənə xətər yetirə bilməyəcək. Çünki möhkəm olacaqsan. Epiktet, Enhiridion. Admiral James Stockdale ömrünün 7 il yarımını Vyetnamdakı müxtəlif əsir düşərgələrində keçirib. Vyetnamlılar ona hər gün işgəncə veriblər. Lakin Amerikalı zabiti sındırmağı bacarmayıblar. Bir gün onu əsirlərə yaxşı davrandıqlarını dünyaya göstərmək üçün təbliğat videosuna çəkmək istəyiblər. Lakin Stockdale özünə ciddi xəsarətlər yetirərək buna imkan verməyib. Stockdale'ın təyyarəsi vurulanda o öz-özünə deyib, Epiktetin dünyasına daxil oluram. Zabit hansısa fəlsəfə seminarını nəzərdə tutmurdu. O, aşağıda nələrlə üzləşəcəyini anşırırdı. Bilirdi ki, sağ qalmaq, əsirlikdən qurtulmaq asan olmayacaq. Jim Collins Yaxşıdan Mükəmmələ kitabında James Stockdale'ın bu sözlərinə yer verib. Həbsxanada, əsir düşərgəsində optimistlər daha çox əziyyət çəkirdilər. Onlar deyirdilər, Milada qədər azad ediləcəyik. Milad gəlib keçirdi, deyirdilər, Pasxaya qədər azad ediləcəyik. Pasxa da gəlib keçirdi, sonra Şükran günü, yenidən Milad. Ümidlərinin dəfələrlə boşa çıxması onları məhv etdi. Həmin adamların hamısı öldü. Amma Stockdale dəyanət göstərdi və qurtuldu. O, öz istəklərini boğub, diqqətini yalnız idarə edə bildiyində cəmləşdirdi. Özündə. 6 sentyabr. Sizi zəncirləyə bilərlər, amma əl-ayağımı bağlaya bilərsən, lakin iradəmi sındıra bilməzsən. Heç Zevs də sındıra bilməz. Epiktet, söhbətlər. Deyilənə görə Epiktet axsayırdı. Çünki kölə olduğu zaman ayaqlarını qandallamışdılar. 2000 il sonra James Stockdale'ın da ayaqlarını qandalladılar. Ona gecə-gündüz işgəncə verdilər. Sonra senator olmuş John McCain də eyni həbsxanada saxlanılmış, gecə-gündüz işgəncəyə məruz qalmışdı. Atası məşhur admiral olan McCainə dəfələrlə öz adamlarından üz çevirib, evə daha tez qayıtmağını təklif etmişdilər. Lakin o seçim azadlığından imtina etmədi, nəfsinə yenilmədi. Baxmayaraq ki, bu onun fiziki azadlıqdan məhrum olması demək idi. Bu adamlar sınmadılar. Heç kim onların öz prinsiplərindən vaz keçməyə məcbur edə bilmədi. Döyülə, söyülə, işgəncəyə məruz qala bilərsiniz. Lakin heç kəs seçim azadlığınızı əlinizdən ala bilməz. Ondan yalnız özünüz imtina edə bilərsiniz. 7 sentyabr. Gizli gücümüz. Kim olduğunu düşün. Hər şeydən əvvəl insansan. Qalan şeyləri idarə edə bilən məntiqli seçimlərdən savayı heç nəyin yoxdur. Özündən başqa heç kimə, heç nəyə tabe deyilsən. Epiktet, söhbətlər. Psixoloq Viktor Frankl ömrünün 3 ilini müxtəlif həbs düşərgələrində keçirib. Ailə üzvləri öldürülüb, həyatını həsr etdiyi işi məhv olub, azadlığından məhrum edilib. Demək olar ki, malik olduğu hər şey əlindən alınıb. Lakin Frankl sonradan dərk edib ki, çox əhəmiyyətli bir şeyə malikdir. Çəkdiyi əziyyətin nə mənaya gəldiyini müəyyən etmək bacarığına malikdir. Həmçinin anlayıb ki, bu vəziyyətin müsbət cəhətləri də var. Öz psixoloji nəzəriyyəsini sınaya, yeni kəşflərə imza ata, bacardığı qədər digər insanlara yaxşılıq edə bilər. O, sevdiyi insanların onun düşərgədə çəkdiyi əzab-əziyyəti çəkmədiklərini düşünüb təskinlik tapırdı. Gizli gücünüz məntiqinizdən istifadə edib düzgün qərarlar vermək bacarığınızdır. Təzyiq altında olduğunuz, yükləndiyiniz anlar haqqında düşünün. Günbəgün hansı seçimlər gözünüzün qabağından keçir? Seçimlərin nə qədər çox olduğunun fərqinə vardığınız zaman əməllicə təəccüblənəcəksiniz. Onlardan istifadə edirsinizmi? Müsbət cəhətləri görə bilirsinizmi? 8 sentyabr. Taleh sizi aldatmasın. Taleh yalnız onun xoş niyyətinə aldananları yıxa bilər. Yaxşı gündə lovğalanmayan, pis gündə ruhdan düşmür. Səbatlı insanın ruhu istənilən şəraitdə yenilməzdir. Axı səbatlı insanlar məhz yaxşı gündə necə dəyanətli olduqlarını sübuta yetiriblər. Seneca, Helviaya təsəlli. 41-ci ildə Seneca Romadan Korsikaya sürgün edildi. Bunun səbəbini heç kim dəqiq bilmir. Deyilənə görə imperatorun bacısı ilə eşqbazlıq elədiyi üçün sürgünə göndərilib. Seneca Korsikaya çatan kimi anasına məktub yazdı. Qadını sakitləşdirmək, ona təskinlik vermək istəyirdi. Lakin anlamaq olur ki, o həmin məktubda daha çox özü ilə söhbət edir. Taleyin zərbəsindən yayına bilmədiyi üçün özünü danlayır.
Sürgünə göndərilməzdən qabaq Seneca sosial və siyasi məcrada bir çox uğurlar qazanmışdı. Amma axırda şəhvətin çənginə keçdi. Həm özü, həm də ailəsi bunun sonucuna qatlaşmalı idi. Necə ki, biz öz davranışlarımıza yol verdiyimiz risklərə görə cavab verməli, bunların nəticələrinə qatlaşmalıyıq. Buna necə reaksiya verəcəkdi? Bunun öhdəsindən necə gələcəkdi? Hər şeyə rəğmən o özünə acımırdı. Əksinə, anasına təskinlik verməyə çalışırdı. Yazdığı digər məktublardan anlaşılır ki, Seneca Romaya qayıtmaq üçün dilağız eləsə də, sürgün olunmağın ağrısına və rüsvayçılığına yaxşı tab gətirib. Fəlsəfə onu bu cür bəlalara hazırlamış, gözləmək üçün lazım olan qətiyyəti, səbri ona bəxş etmişdi. Nəhayət Romaya qayıtmış, iqtidarını bərpa etmişdi. Malik olduğu şeylərin qədrini bilməli, lakin onlardan asılı olmamalı idi. Çünki fəlsəfə ondan bunu tələb edirdi. Fəlsəfənin tələblərinə əməl etməsi yaxşı idi. Ona görə ki, talih ona başqa sürprizlər də hazırlamışdı. Yeni imperator öz qəzəbini Senecaya yönəldəndə o artıq buna hazır idi. 9 sentyabr. Qorxudan başqa qorxulu bir şey yoxdur. Qorxularımıza yenilsək, nə həyatımızın mənası olar, nə də pərişanlığımızın sonu. Seneca əxlaqi məktublar. Böyük böhranın ilk günlərində yeni prezident Franklin Delano Roosevelt and içmə mərasimində inaugurasiya nitqini söylədi. O, 20-ci düzəliş təsdiq olunmamışdan əvvəl hakimiyyətə gəlmişdi. Yəni, mart ayına qədər vəzifəsini icra edə bilməyəcəkdi. Deməli, bir neçə ay dövlətin başında güclü bir lider olmayacaqdı. Ölkəni çaxnaşma bürümüşdü, banklar iflas edirdi, xalq qorxu içində idi. Güman ki, siz Roosevelt'in qorxudan başqa qorxulu bir şey yoxdur ibarəsini eşitmişsiniz. O, bu ibarəni inaugurasiya nitqində dilə gətirmişdi. Həmin nitqdə bizi maraqlandıran bir çox suallara cavab tapmaq olar. Roosevelt demişdi, mən əminəm ki, qorxmalı olduğumuz yeganə şey qorxunun özüdür. Adsız və yersiz qorxu tənəzzülü intibaha çevirməkdən ötürü çalışıb vuruşmağımıza mane olur. Stoiklər bilirdilər ki, səbəb olduğu bəlalara görə qorxudan qorxmaq lazımdır. Qorxduğumuz şey körtəbii şəkildə ondan qaçmağa çalışırkən, özümüzə və başqalarına verdiyimiz zərərlə müqayisədə heç nədir. İqtisadi böhran pisdir, panika isə daha pisdir. Qorxu çətin vəziyyətlərdə bizə kömək etmir. Əksinə, vəziyyəti daha da çətinləşdirir. Vəziyyəti dəyişdirmək istəyiriksə, qorxuya müqavimət göstərməli, onu rədd etməliyik. 10 sentyabr. Dünya yaz ikən qış tədarükünə bax. Ruhunun dəyanətini yoxlamaq üçün həftənin bir günü ucuz yeməklər ye, nimdaş paltarlar geyin və özündən soruş. Ən çox qorxduğum şey budur. Yaxşı gündə özünü gələcəkdə üzləşə biləcəyin çətinliklərə hazırlamalısan. Əskərlər sülh vaxtı səngər qazır, istehkam tikirlər. Taqətdən düşənə qədər əskəri məşqlər edirlər ki, düşmən gələndə yorulmasınlar. Seneca əxlaqi məktublar. Ayda bir gün aclığı, kasıblığı, təcridi və ya sizi qorxudan başqa bir şeyi sınaqdan keçirsəniz nə olar? Əvvəlcə mədəni şok yaşayacaqsınız. Sonra hər şey normallaşacaq və sınaqdan keçirdiyiniz şey sizi əvvəlki kimi qorxutmayacaq. İnsanın sınaqdan keçirə biləcəyi bir çox bəlalar, qabaqcadan həll edə biləcəyi bir çox problemlər var. Hesab edin ki, isti suyunuzu kəsiblər, portmanatınızı oğurlayıblar. Çarpayınız yoxdur deyə döşəmədə yatmağa məcbursunuz. Maşınınız oğurlandığı üçün hər yerə piyada getməlisiniz. İşdən qovulduğunuza görə təzə iş tapmalısınız. Bunları sadəcə təsəvvür etməyin, yaşayın. Elə indi, işlər yaxşı gedəndə, Seneca'nın dediyi kimi, müharibədə əskərlərinin fərar etməsini istəmirsənsə, müharibədən qabaq onları döyüşə hazırla.